157-ci suala baxaq. Deməli, 4 plastomerlə ruşeyin verib, bizdən 32 ruşeyimin əmələ gəlməsində neçə uzunluğun, neçə eninə bölünmənin keçdiyini deyir. Deməli, bir zigot bölünür ilk öncə 2-yə, sonra 2 hüceyrə bölünür 4 hüceyrəyə uzunluğa istiqamətdən. Və 4 plastomer bölünür 8 16-ya, 16 32-yə eninə istiqamətdə bölünür. Və deyir ki, bu proseslər üçün hansı mülahizələr doğrudur? Deməli, bizə 4-dən 32-yə qədər olanı istəyir. Bu hissəyə baxmırıq. 28 hüceyrə bölünməyə məruz qalmışdır. Baxaq, deməli, burada bölünməyə məruz qalan 4 plastomerdir. 8, bir də 16. 4-ün üzərinə 8, üzərinə 16 gəlib toplasaq, cavabımız 20, bir dəqiqə, 16 üstə gəl 12-dən 28. Bəli, bu doğru ifadədir. 28 plastomer bölünməyə məruz qalıb. İkinci, bir uzunluğuna və 2 eninə bölünmə baş vermişdir. Baxaq, bir uzunluğuna 2 ədəddə eninə bölünmə baş verib. Deməli, ikinci ifadədə doğrudur. Üçüncü ifadəyə baxaq. 32 blastomer uzunluğa bölünmə nəticəsində yaranmışdır. Baxırıq ki, 32 blastomer eninə bölünmə nəticəsində yaranıb. Bu ifadə yanlışdır. Dördüncü, 8 hüceyrə eninə bölünməyə məruz qalıb. 8 hüceyrə uzunluğa bölünməyə məruz qalıb. Amma eninə bölünmədən əmələ gəlib. Bu ifadə də yanlışdır. Beşinci, 2 uzunluğuna bir eninə bölünmə baş vermişdir. Baxaq, 2 uzunluğuna bir eninə xeyr. 2 eninə bir uzunluğuna bölünmədir. Bu ifadə də yanlışdır. 40 blastomer eninə bölünmə nəticəsində yaranmışdır. Deməli, burada eninə bölünmə nəticəsində yarananlar 8-dir, bir də 32-dir. Toplayanda 8 üstə gəl 32-dən cavabımız 40 eləyir. Deməli, bu da doğrudur. Bizdən doğruları istəyirdi 1, 2 və 6. Sonra 58-ci sualda. Çovdar bitkisi çiçəyində ruşeyin kisəsində 2 qat mayalanmada iştirak etməyən hüceyrələrdə. Yəni, 2 qat mayalanmada dişi çiçəyin ruşeyin kisəsində 5 hüceyrə mayalanma zamanı iştirak eləmirdi. Və cəmi neçə xromosom var? Çovdarın diploid xromosom dəsti 14-dür. Deməli, diploid dəsti yazırıq 14. Gameti 7 xromosoma bərabərdir. Və biz 7-ni 5 hüceyrəyə vursaq, eləyir 35. Cavabımız 35. 59-da çovdar bitkisinin çiçəyində 2 qat mayalanmada iştirak edən hüceyrələrdə cəmi neçə xromosom var? N tapdıq 7. Gametinin sayı. Deməli, mərkəzi hüceyrə 2N-dir. Üzərinə 1N spermi gəlirik. Bu eləyir 2N 14, üstünə 7, 21. 21 endospermidir. Digər mayalanmada iştirak edən zigotun əmələ gəlməsində yumurta hüceyrə və spermin mayalanmasıdır. Onların da cəmi 2N, yəni 14 eləyir. 21 üzərinə 14 gəlib toplayırıq, cavab 35. Deməli, 35, yəni 5N hüceyrə mayalanmada iştirak eləyir, bu da 35 eləyir xromosom dəsti. Sonra 160-cı sualda heksaploid bitkinin mayalanmasından bilavasitə əvvəl ruşeyin kisəsində olan hüceyrələrin xromosom dəstlərinin cəmi neçəyə bərabər olar? Spermilər daxil olmazdan qabaq. Heksaploid isə bu bitkinin gameti 3N olacaq. Və mayalanmadan bilavasitə əvvəl ruşeyin kisəsində olan hüceyrələrin sayını deyirsəm, bunun mərkəzi hüceyrəsi olacaq 6N. Çünki 2 hüceyrə birləşib mərkəzi hüceyrəni əmələ gətirirdi. Sonra yumurta hüceyrəsi və digərləri 5 ədəddə mayalanmada iştirak etməyən hüceyrələrin, yəni toplamda 6 hüceyrənin cəmi isə gametin sayına bərabərdir. Yəni, belə eləyir, 6 vurulsun 3N, bunları toplayaq. 6N-in üzərinə biz 18N-i gəlsək, 6N üstə gəl 18N bərabərdir 24N. Deməli, 24N ruşeyin kisəsində hüceyrə var imiş. 161-də tetraploid bitkinin mayalanmadan bilavasitə əvvəl ruşeyin kisəsində olan hüceyrələrinin xromosom dəstlərinin cəmi neçəyə bərabər olar? Spermilər daxil olmazdan əvvəl. Yenə eyni qaydada bunun gameti 2N eləyir.
4N tetraploid bitkinin. Mərkəzi hüceyrəsi 4N-dir və mərkəzi hüceyrənin üzərinə 6 vurulsun 2N-i gəlirik. 4N üzərinə 12N, cavab 16N. 162-ci sualda deməli, 40 albalı toxumun yaranmasında mayalanma prosesində neçə spermi iştirak edər? Örtülü toxumlu bitkilərin mayalanma prosesində bir toxumun əmələ gəlməsində 2 sperm iştirak edir. Çünki biri mərkəzi hüceyrəni mayalayır, biri isə yumurta hüceyrəni. Əgər 40 toxum yaranıbsa, o zaman 40 vurulsun 2 qədər. X-i buradan tapsaq, 40 vurulsun 2 bərabərdir 80 spermi iştirak edər. 163-cü sualda 40 albalı toxumunun yaranmasında mayalanma prosesində neçə yumurta hüceyrə iştirak edər? Bir toxumun yaranmasında bir yumurta hüceyrə iştirak edir. 40 toxumun yaranmasında 40 ədəd yumurta hüceyrə iştirak edəcək. Yəni, toxumun sayı yumurta hüceyrənin sayına bərabərdir. 164-cü sualda X-i müəyyən edin. Tozlanmada iştirak edən diploid şəkli bitkilərin xromosom dəsti. Deməli, bu dişi bitkinin 2N-i 42-dir, erkəyin isə 2N-i X verir bizə. Və 2 qat mayalanmada iştirak edən hüceyrələrin xromosom yığımının cəmi 77 eləyib. Bu deməkdir ki, bunun 2N-i 42-dir. Digərinin 2N-i bizə X verib. Mayalanmada iştirak edir 5N hüceyrə. Xromosom dəsti 5N olur diploid bitki üçün. Və biz bunun 2N-i dişi bitkinindir, mərkəzi hüceyrənin, N isə yumurta hüceyrənindir. 3N dişi bitkidən gəlib. 2N isə erkək spermlərdir. Gəlin bunun 3N-ini hesablayaq. 42 mərkəzi hüceyrə, üzərinə 21 yumurta hüceyrəni toplasaq, bunun cavabı eləyir 63. Deməli, dişi bitkinin 3N-i 63-dür. Və 77-dən çıxırıq biz 63-ü, cavabımız 14. Deməli, spermilərin cəmi 14-dür. İndi bizə deyir ki, iştirak edən diploid şəkli bitkilərin xromosom dəsti erkəyi istəyir. Deməli, erkək spermilərin ikisinin birlikdə cəmi elə erkəyin somatik hüceyrəsinin cəminə bərabərdir. Yəni, somatik dedikdə, yəni diploid şəkli bitkinin hüceyrəsinin sayına bərabərdir. Cavabımız elə 14 eləyəcək. 165-də morula mərhələsində yaranan blastomerlərin sayı 32 olarsa, uşaqlıq borusunda neçə hüceyrə uzunluğuna bölünməyə məruz qalmışdır? İlk öncə zigot uzunluğa istiqamətdə bölünür 2 hüceyrəyə. Sonra uzunluğuna yenə bölünmə keçirir 4 hüceyrə yaranır. Sonra eninə və uzunluğuna bölünmələr bir-birini əvəzləyir. İndi bizdən soruşur ki, morula mərhələsində yaranan blastomerlərin sayı 32-dir. Uşaqlıq borusunda neçə hüceyrə uzunluğuna bölünməyə məruz qalıb? Zigot özü də hüceyrədir. Deməli, biz başlanğıc hüceyrədən başlayırıq. 1, sonra 2 hüceyrə uzunluğuna bölünməyə məruz qalıb. Sonra 8 hüceyrə uzunluğuna bölünməyə məruz qalıb. Cavabımız 11. 166-cı sualda. Deməli, 3 nüvəli, 1 nüvəli somatik və 1 yumurta hüceyrəsində xromosomların sayı cəmi 154 olan orqanizmin spermatozoidində autosom xromosomların sayı neçə olar? Bir somatik hüceyrədə 2N, yəni diploid xromosom dəsti var. Biz əgər 2X-la bunu işarə eləsək və 3 somatik hüceyrə dediyinə görə bunu vuracaq 3-ə. Üzərinə də gəlirik bir yumurta hüceyrəsi, yəni X-i. Bu bərabərdir 154-ə. İndi gəlin buradan X-i tapıq. 2X vuranda 3-ə 6X, üzərinə də 1, X 7X. 7X bərabərdir 154-ə. 154-ü 7X-a bölsək, X bərabərdir 22. Deməli, bu canlı hansı canlıdırsa, bunun eni, yəni qametini 22-yə bərabərdir. Və bizdə spermatozoidində autosom xromosom sayı dediyinə görə 22 ədəd biz xromosom tapmışdıq bunun qametində. Bu 22-dən bir ədəd cinsiyyət xromosomunu çıxırıq. Ona görə cavabımız 21. Autosom xromosomu istədiyinə görə cavab 21 olur.
167-ci sualda 3 bir nüvəli somatik və bir yumurta hüceyrəsində xromosomların cəmi 168 olan orqanizmin spermatozoid hüceyrəsində xromosomların sayı neçə olar? Gəlin birbaşa bunu belə hesablayaq. 2x-ı biz vurduq 3-ə, 6x elədi. 6x, çünki 3 somatik hüceyrədən gedir. Üzərinə qametdəki olan yumurta hüceyrədə olan xromosomları gəlirəm və 168-ə bərabər eləyirəm. 7x bərabərdir 168-ə. Və buradan x-ı tapanda x-miz 168-dən böləndə 7-yə 24 eləyəcək. Deməli, bu canlının qametində 24 xromosom var. Və bizdən də soruşur ki, spermatozoid hüceyrəsində xromosomlarının sayını, cavab elə 24. Sonra 168. Ada dovşanında bölünən qaraciyər hüceyrəsinin nüvəsində anafaza mərhələsinin sonunda xromosom sayı 88-dir. Bölünən qaraciyər hüceyrəsi dedikdə mitoz bölünməni nəzərə alırıq və mitoz bölünmənin anafaza mərhələsində xromosom və xromatidin sayı 4n 4c ilə hesablanır. Bizdə xromosomun sayını 88 verib. Deməli, 4n bərabərdir 88-ə. Buradan n-i tapırıq ki, 22. Yəni, ada dovşanının qametində 22 xromosom var. İndi bizə deyir ki, bu orqanizmin qametinin atosom, xromosom sayı neçə olar? Qametin sayını tapdıqsa, burada olan n-in qarşısındakı rəqəm cinsiyyət xromosomunun sayını göstərir. Əgər n-in qarşısında heç bir rəqəm yazılmayıbsa, bu 1 deməkdir. Yəni, 22-dən biz çıxırıq 1-i. Cavab 21 atosom xromosom var. Məsələn, 4n-də bizdə anafazada göstərilən 4, burada cinsiyyət xromosomlarının sayıdır. 88-dən çıxardıq 4-ü, 82 atosom xromosom olardı bu anafaza mərhələsində. Bizdən qamet istədiyinə görə qametdən birini çıxırıq, haploid saydadır qamet. Atosom xromosomunun sayını tapırıq. Cavab 21. 169-cu məsələdə ada dovşanının qametinin atosom xromosom sayı 21-dir. Deməli, bu canlının qameti 22-dir. Normal xromosomu. Bu orqanizmin bölünən dəri hüceyrəsinin anafaza mərhələsinin sonunda görünən xromosomların sayı neçəyə bərabər olar? İlk öncə mən bunun diploid sayını tapıram. Diploid sayı bu canlının 44-dür. Və dəri hüceyrəsi mitoz yolla bölünür. Anafazada olur 2 dəfə artıq xromosom, yəni 4n. 4n-i də olacaq 88. 170-ci sualda. Əgər toyuqda yumurtalığın yetişmə zonasına 5 hüceyrə keçibsə, deməli 5 başlanğıc hüceyrəmiz var. Bu zaman bölünmə nəticəsinə əmələ gələn qametlərin 4-ü Y cinsi xromosomu daşıyırsa, neçə yönəldici cisim X xromosomlu olar? 5 başlanğıc hüceyrə daxil olanda 5 ədəd qamet əmələ gəlir. Bu 5 qametin 4-ü toyuqdursa, deməli X, Y-dir xromosomu, cinsiyyət xromosomları. 4-ü Y-dirsə, deməli 1 ədədi X cinsi xromosomludur. Və bizə başlanğıc hüceyrənin sayını verib, qametlərin xromosom dəstini dedik. İndi bizdən Y cinsi xromosomu daşıyırsa, neçə yönəldici cisimcik X xromosomlu olar? Deməli, X yönəldici cisimcik bərabərdir. Başlanğıc hüceyrə üzərinə gəlirik Y qametimizi. Başlanğıc hüceyrə 5-dir. Üzərinə Y qameti 4-ü gəlirik. Cavabımız 9. 171-ci sualda eyni o tipdə sualdır. Gəlin baxaq. Deməli, əgər toyuqda yumurtalığın yetişmə zonasına keçmiş 5 hüceyrənin bölünməsi nəticəsində əmələ gələn qametlərdən yalnız biri X xromosomu daşıyırsa, deməli, yenə 5 başlanğıc hüceyrə varsa, bunun 5 ədədi qametdir. Və bizə qametlərdən biri X-dir. 1 ədədi X-dırsa 4-ü Y-dir. Avtomatik olaraq biz bunu bilirik. Və bizdən Y yönləndiricini istəyirsə, başlanğıc hüceyrə sayının üzərinə gəlirik X qameti. Bu da bərabərdir. 5 üstəgəl 1-dən cavabımız eləyər 6. 172-ci sualda. Öz-özünə tozlanan diploid çiçəkli bitkinin bir kökdürsə, bu diploid olacaq, xromosom dəsti. Yazıram 2n və yaxud yazıram 2x. Bilmirəm n-in qiymətini. Sonra 2n də yaza bilərəm. Fərqi yoxdur, 2n. Bir gövdə, yenə 2n.
bir yarpaq 2n, bir endosperm. Endospermi isə 3n olacaq triploid. Bərabərdir 162-yə. N'ləri burada toplasaq 2n, 2n, 4n, üzərinə 2n, 6n, 6 üzərinə 3, 9n. 9n bərabərdir 162-yə. Deməli, 162-ni 9-a bölərik. Buradan cavabı tapırıq. N bərabərdir 18. Deməli, bu canlının qameti 18-dir. İndi bizdən soruşur ki, bu bitkinin spermisində neçə xromosom var? Spermi dediyində bir spermi nəzərdə tutub. Ona görə N ilə N bərabərdir 18-i götürürük. 173-cü sualda öz-özünə tozlanan diploid bitkinin bu hissədən yazıram. Deməli, bitkinin bir kökdürsə 2n, üzərinə gəlirəm. Bir gövdə, yenə 2n, üzərinə gəlirəm. Bir yarpaq və bir endospermdə 3n'dir. Bərabərdir 180 olarsa, bu bitkinin sperminin xromosom yığımı neçə olar? Bunları toplayanda 6 üstlərinə 3n, 9n. 9n bərabərdir 180-ə. N bərabərdir 20. Deməli, bu canlının qametində 20 xromosom var və sperminin xromosom yığımı dediyinə görə cavabımız 20. 174-cü sualda zigotun parçalanma zamanı 2 eninə bölünmə nəticəsində əmələ gələn blastomerlərin sayı 3-cü uzunla bölünmə nəticəsində əmələ gələn blastomerlərin sayından neçə dəfə çox olar? Gəlin, burada bölünmələri hesablayaq. Deməli, 2 eninə bölünməyə qədər 1 bölünür uzunla 2 yerə, sonra uzunla 4, 8, 16, 32. Bu, birinci 2 eninə bölünmədə 32 hüceyrə əmələ gəlir. Və 3 uzununa bölünmə nəticəsində 1, 2, 3 uzununa bölünmə nəticəsində 16 hüceyrə əmələ gəlir. 32, 16-dan 2 dəfə çoxdur. Cavabımız 2. 175-ci sualda bir fərdin bir növəli somatik hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsinin sonunda görünən xromosomların sayı 24-dür. Yəni, demək istəyir ki, 175-ci sualda 4 enimiz bərabərdir 24-ə. Bu canlının qametində 6 xromosom var. Bu fərddə cinsiyyət vəzlərinin yetişmə zonasının sonunda əmələ gələn yönəldici cisimciyin xromosom sayını təyin edin. Bir yönəldici cisimcik soruşduğuna görə yönəldici cisimciyin sayı qametin sayına bərabərdir. Deməli, cavabımız 6 olacaq. Sonra 176-cı sualda toyğun cinsiyyət vəzlərinin yetişmə zonasının sonunda qametlərlə eyni cinsi xromosom daşımayan yönəldici cisimciklərdəki xromosomların sayının cəmi 156-dır. Deməli, gəlin bunun həllini yazaq. Deməli, toyuqdursa, bunun cinsiyyət hüceyrələri XY-dir. Buradan yazıram. 176-cı sualda. XY-dir və biz burada nə qədər başlanğıc hüceyrə daxil olub bilmirik. Amma bizə deyir ki, XY-də başlanğıc hüceyrənin cinsi xromosomu. Qametlərlə eyni cinsi xromosom daşımayan yönəldici cisimciklərdəki xromosomların sayının cəmi 156 olarsa, onda bütün yetişmə zonasına neçə hüceyrə daxil olar? Əgər bir başlanğıc hüceyrə daxil olarsa, belə deyim, bir başlanğıc hüceyrə daxil olanda bir qamet alınacaq və 3 yönləndirici cisimcik. Və bizə deyir ki, sonunda qametlərlə eyni cinsi xromosom daşımayan, qametlə eyni cinsi xromosom daşımayan, baxın, belə burada çəkirəm, bir yetişmə zonasına daxil olanda 2 ədəd hüceyrə yaranır. XY daxil olanda. Biri X olur, digəri isə Y. Sonra bunlar hər biri yenidən meyoz keçirəndə X, Y-lər isə Y olur. Bunun 3-ü yönəldici cisimcikdir. Biri isə qametdir, bu X-in.
Və biz baxırıq ki, bu yönəldici cisimciklərdən biri qametlə eyni xromosom dəstinə malikdir. İkisi isə qametdən fərqlidir, Y-lər. Və bizdə deyir ki, yetişmə zonasının sonunda qametlərlə eyni cinsi xromosom daşımayan yönəldici cisimciklərin, yəni bu fərqlilərin sayı 156-dır. Və biz 156-nı tutaq ki, burada 156 Y var. O zaman onun yarısı qədər, yəni 78 qədər X var. Və burada da 78 qədər X olacaq. Çünki bunların da cəmi Y-lərin cəminə bərabər olmalıdır, X-ların cəmi. O zaman 78 başlanğıc hüceyrə daxil olub. Və bizə deyir ki, 78 başlanğıc hüceyrə daxil olub, biz buradan tapdıq. Və bizə deyir ki, onda yetişmə zonasına neçə hüceyrə daxil olur? 78 biz tapdıq. Və bütün qametlər eyni cinsiyyət xromosomuna malikdirsə, yəni bunların hamısı X-dırsa, baxaq bir də, başqa bizdə nə soruşur? Sonunda qametlərlə eyni cinsi xromosom daşımayan yönəldici cisimciklərin sayını tapdıq. 156-dır. 156-nı 2-yə böləndə 78. Deməli, X-in sayını tapdıq buradan 78 yönləndirici cisim X-dır. O zaman 78 qamet də X-dır. Və deməli 78. Neçə hüceyrə daxil olub? 78. Xromosom sayı. Mən cinsiyyət xromosomunun sayını tapdım. Bir dəqiqə. Ümumi xromosom sayıdır. Bu canlının 2 eni 78'dir. Diploid sayı 2 eni bərabərdir 78'ə. Və bizdə yönəldici cisimciklərin xromosom sayını deyir. Bir yönəldici cisimcik, bir qametin eni bərabərdir 39'a. Və 156-nı 39'a böləndə eləyir 4. Deməli, 4 ədəd burada Y cinsiyyət xromosomlu yönəldici cisimcik var. Bir dəqiqə mən bunu başdan yazım. Bu qədər düzdür. Bunu yönləndirici cisimcik 3 ədəd bu yönləndirici cisimcikdir. İndi buradan biri X-dırsa qametin, digər yönləndirici cisimdə X-dır, digər 2 dənəsi isə Y-dir. Ondan fərqlidir. Və bizdən fərqlilərim, yəni bunların xromosom dəstini verib 156. Bunun biri Y-in biri 39'dursa, ikisinin birlikdə 2Y bərabərdir 156'ya. Deməli, Y-in sayını hesablasaq, 4 ədəd Y var imiş. O zaman 4'ün yarısı qədər 2 ədəd X var. 2 ədəd də X olduğuna görə qametin sayı da 2 ədəd olacaq. 2 başlanğıc hüceyrədə. İndi yerinə qoysaq, baxın, 2 başlanğıc hüceyrədən 2X qədər qamet alınacaq. Sonra 2 ədəd X yönləndirici cisimcik, 4 ədəd isə Y yönləndirici cisimcik alınacaq. Cavabımız 2 başlanğıc hüceyrə daxil olub. Mən sayını nəzərdə almışdım 156'da, ona görə diqqətlə oxudum, xromosom sayını verirmiş. 100, burada da elə eyni sualda, eyni tipdə. 177-ci sualda, baxın. Toyuğun cinsiyyət vəzləri deyirsə, toyuq X-Y-dir. Yetişmə zonasının sonunda qametlərlə eyni cinsi xromosom daşıyan yönəldici cisimciklərdə autosom xromosomlarının sayının cəmi 152'dir. İndi bir başlanğıc hüceyrə daxil olanda, onun biri əgər qametlə eyni cinsi xromosom daşıyan bir ədədi oxşar olur, digər ikisi isə fərqli olur. O zaman bizə 152 autosom deyirsə, deməli 156 xromosom var imiş. Bunun 152'nin, çünki normalda n bərabərdir bu canlının 39'a, autosom xromosomu isə 38 olur. 152'ni 38'ə böləndə cavabımız eləyir 4. Deməli 4 ədəd Y var imiş.
yönləndirici cisimcik. Və eyni cinsi xromosom daşıyan yönəldici cisimciklərdəki 4 ədəd X var imiş. X eynisini soruşur. X yönləndirici cisimcik imişsə, o zaman 4 ədəd də qamet var imiş. X. Heç bizdən Y yönləndiricini tapmağa ehtiyac yoxdur. O zaman 4 ədəd qamet X-dırsa, 4 ədəd də başlanğıc hüceyrə daxil olub meyoz prosesinə. Sonra 178-də hamilə qadının uşaqlığında cift sayı verib. 3 ədəd cift var. Çəkirəm burada 3 ədəd cifti. Və göbək ciyələrinin sayı 4 ədəddir. Deməli, 4 ədəd uşaq var, amma bunlardan hansısa əkizdir. Eyni yumurta əkizidir. Mayalanmada iştirak edən qametlərin Y cinsi xromosomlarının sayı. Yəni, bir ədəd Y iştirak eləyib, qalanlarında X-dir. Və bu qadının uşağındakı döllərin somatik hüceyrələrinin hər döldən bir hüceyrə olmaqla bir növəsində cəmi maksimum neçə X xromosomun olduğunu hesablayın. Əgər bizə maksimum X deyirsə, somatik hüceyrəsində, o zaman biz qızların sayını çox götürməliyik ki, X-in sayı çox olsun. Və oğlanın sayını az götürəcək. Deməli, bu oğlan ayrı yumurta əkizidir. X, Y. Digəri bir ədəd qız var imiş, o birisi isə eyni yumurta əkizi 2 ədəd qızdır. İndi bunlardakı X-ı saysaq, bir ədəd bundan, oğlanda, 2 ədəd bunda, yəni 1, üstə gəl 2, üstə gəl 4 ədəd də X burada var. Cavabımız 7. Deməli, 7 X var imiş. 179-cu məsələyə baxaq. Toyuğun yumurtalığının yetişmə zonasına 40 hüceyrə daxil. Yəni, başlanğıc hüceyrə sayı 40 ədəddir. O zaman 40 ədəd də qamet əmələ gələcək. 40 başlanğıc hüceyrədən 40 qamet. Və deyir ki, müxtəlif cinsi xromosom daşıyan yumurta hüceyrələrin sayı bir-birinə bərabərdir. Yəni, toyuqdursa bu X, Y-dir cinsiyyət xromosomları. Və bu yumurta hüceyrələrin 40 qametin xromosom dəstləri, cinsi xromosom dəstləri bir-birinə bərabərdir. O deməkdir ki, 20-si bunun X-dır, 20-si Y-dir. Və bizdən nə soruşur? Ovogenez prosesi zamanı yalnız X xromosomu daşıyan neçə hüceyrə bölünməyə məruz qalmışdır? Ovogenez zamanı bir başlanğıc hüceyrə daxil olanda X, Y-də, yumurtalıqda. Bir ədəd X buradan, meyoz 1-də alınır, bir ədəd də Y alınır. Sonra onlar yenidən bölünürlər, meyoz 2 keçirirlər. Bu Y, bu da Y, bu X, bu X olur. Bunların üçü olur yönəldici cisimcik. Və deməli, müxtəlif cinsi xromosom sayı bir-birinə bərabərdir. Proses zamanı yalnız X cinsi xromosom daşıyan neçə hüceyrə bölünməyə məruz qalmışdır. Deməli, bir başlanğıc hüceyrədən yalnız X bölünməyə məruz qalan deyirsə, bir ədəddir. 40 ədəd başlanğıc hüceyrə varsa, o zaman 40 ədəd də X bölünəcək. Cavabımız 40. 180-ci sualdan. Mətndə buraxılmış sözlərin ardıcıllığını müəyyən edin. Eyni yumurta əkizləri həmişə müxtəlif cinsiyyətli yanlışdır, həmişə eyni cinsiyyətli olur və embrional inkişaf zamanı əksər halda qidalanırlar. Eyni yumurta əkizləridirsə, eyni ciftlə qidalanacaq. Bir ümumi cift ilə qidalanacaq. 4, 2, 4 və 3 eyni yumurta əkizinin əmələ gəlməsinə mayalanmada bir yumurta hüceyrə iştirak eləyəcək. Ona görə bir yumurta hüceyrə. 1, 6. Cavabımız 2, 4, 6. 181-ci sualda mətndə buraxılmış sözlərin ardıcıllığını uyğun müəyyən edin. Müxtəlif yumurta əkizləri müxtəlif cinsdə olurlar. Amma bu o demək deyil ki, həmişə müxtəlif cinsli olacaq. Bəzən ola bilər ki, eyni cinsli də ola bilər.
Eyni və yaxud müxtəlif cinsli. Cavabımız 3. Sonra embrional inkişaf zamanı ayrı-ayrı ciftlərlə qidalanırlar. 5 və 3 müxtəlif yumurta əkizinin mayalanmada yumurta hüceyrənin sayı doğulacaq evladların sayına bərabərdir. O zaman burada 3 ədəddə yumurta hüceyrə iştirak edir. 3, 5, 7.